Bilərsiniz. Buyurun Ziyafət müəllim, canlı yayındasınız. Təşəkkür edirəm sualınıza görə. Əvvəla deyim ki, bu həqiqətən Azərbaycana qarşı törədilmiş bir terror aktıdır. Azərbaycana qarşı İran tərəfindən xəyanətin növbəti bir səhifəsidir. Bəli. Yəni İranın bu münasibəti Azərbaycana birinci dəfə deyil ki, belədir. Həm Vətən müharibəsi dövründə, həm Vətən müharibəsindən əvvəl, Vətən müharibəsindən sonra bax bu gün də bir daha təsdiq elədi ki, İran Azərbaycanın müstəqilliyini, onun müstəqil siyasətini, inkişafını heç cür qəbul edə bilmir və yeri düşdükcə Azərbaycana da belə arxadan vurur. Əgər yadınızdadırsa bir müddət əvvəl möhtərəm cənab prezident də onu qeyd elədi, Təhlükəsizlik Şurasının iclasında. Tehranda Azərbaycan səfirliyinə qarşı İran dövləti səviyyəsində belə bir terror aktı törədilmişdir. Və təsəvvür edin ki, cənab prezident özü də qeyd elədi, 40 dəqiqə ərzində Azərbaycan səfirliyinə terrorçular daxil olub və nə İranın xüsusi təhlükəsizlik orqanları, nə İranın polisi, heç kim qarışmır bu işə. Bu nə deməkdir? Bu deməkdir ki, əslində bu İranın yüksək mərtəbələrdən sifariş verilən terror aktıydı. Doğrudur. Və uzun müddətdə həmin o terror aktını törədən ki var, heç onu cinayət məsuliyyətinə cəlb edib məsul eləmək istəmirdilər. Və Azərbaycanın təsirli tələbi ilə Azərbaycan nail oldu ki, o deməli güllələmə cəzasına, edam cəzasına layiqdir. Yəni nə demək istəyirəm? Demək istəyirəm ki, bu sıradan bir hadisə deyil. Sıradan istiqamətini dəyişən bir durum məsələsi deyil. Bu İranın sözün həqiqi mənasında Azərbaycana qarşı yönəldilmiş məqsəd yönlü siyasətidir, həmişə olduğu kimi. Və Azərbaycanı sanki qorxutmaq istəyir. Bilirsiniz, yəni Azərbaycanı daha geniş coğrafyanı bu konfliktə qatmaq istəyir. Ama bütün bunlar hamısı əbəsdir, bilirsiniz. Başkan yardımcım, Türkiye'ye atılan füzenin ardından Azerbaycan'a atılması sizce ne demek? Elə bax, ben ona gəlirdim. Bu çok yaxşı bir sualdır. Bilirsiniz ki, dünən Türkiye'de bir füze atıldı. Adını da koydular Türkiye bu, ne bileyim, Böyük Britanya'nın Kipr'de olan bazasına yönelip. Ama əslində bugünkü hadisə gösterdi ki, bu əslində elə bir mərkəzdən idarə olunan məsələdir. Adını da koydular ki, biz onu Türkiye tərəfə atmardıq. İndi mən əminəm ki, sabah bir suyu, ne bileyim, 10 gündən, bir aydan sonra bu haqda da heç bir dəqiq məlumat verməyəcəklər və deyəcəklər ki, bizim xəbərimiz yoxdur. Necə ki, bu İran'a Xarici Nazirinin belə bir bəyanat verdi. Ya da deyəcəklər ki, istiqamətin dəyişib bəylədir məsəl. Məqsəd burada nədir? Məqsəd odur ki, Türkiyəni və Azərbaycanı bu çirkin oyuna cəlb etsinlər. Bu çirkin oyuna cəlb etsinlər. Amma nə Türkiyə, nə Azərbaycan bu oyuna getməyəcəklər. Amma Türkiyənin də, Azərbaycanın da İran'a yerini göstərsin və İran bunun bədəlini ödəyəcək. İnşallah ödəyəcək. Doğrudur. Alikan Bey, mütləq ödəyəcək. Sağ olun Meclis Başkanım, teşekkür ederiz. Mənim də bir sualım var Ziyafət müəllimə. Ziyafət müəllim, biraz da bax bunun mülki infrastruktura vurulan zərbə kimi Naxçıvan aeroportu və Naxçıvanda məktəbə yaxınlığına düşən bir dron hücumu oldu. Sizcə burada əsas məqsəd bax sırf bu mülki insanlara vurmaqla Azərbaycan insanını qorxutmaqdırmı, yoxsa bax bu İranın əsas niyyəti nə idi və nəyə nail ola bilmədi? Bax bu haqqda cavablandırın, sizin çox vaxtınızı almayaq. Özünüzlə qeyd elədiniz, bax fikir verin. İranın bu drone hücumu mülki obyektlərə yönəlir. Bəli. Mülki obyektlərə yönəlir. Hava limanına və bir də məktəbə. Bəli. Yaxşı, burada xarici ölkənin hərbi bazası yoxdur. Siz nə üçün Azərbaycana bax belə bir təxribat edirsiniz, belə bir terror aktı törədirsiniz? Doğrudur. Bayaqçı söhbətə ki, Azərbaycan baxmayaraq dəfələrlə qeyd ki, biz öz ərazimizdə 3-cü dövlətin İrana qarşı istifadəsinə yol verməyəcək. Və bu dünən də belə olubdur, bugün də belədir, sabah da belə olacaq. İranın mövqeyindən asıl olmayacaq. Yəni bizim bu milli maraqlarımıza uyğun məsələ deyil, biz qonşulardan konflikt olan. Bizə bu lazım deyil. Amma yenə də həmin suala qayıdıraq, ya yenə də həmin sualı verirsiniz. Burada məqsəd nədən ibarətdir? Yenə deyirəm, məqsəd ondan ibarətdir ki, bu müharibənin coğrafiyasını genişləndirmək,
bu müharibənin coğrafiyasını genişləndirmək, ora Türkiyəni, Azərbaycanı belə də bu konfliktə cəlb eləmək və nəticə etibarilə aranı qarışdırmaq. Budur, bəlkə başqa şey deyil. Yəni bunun ona görə də Ziyafət müəllim, bir dənə də belə bir sualım var ki, bu gün Xarici İşlər Naziri bilirsiniz ki, bizim Xarici İşlər Naziri müavini Az News-a hörmətli Amaşova bizim jurnalistə müsahibəsində deməli belə bir ifadə işlətdi ki, bizim bundan xəbərimiz yoxdur. Baxın, necə olur ki, başqa bir dövlətə 4 dənə dalbadal deməli dron hücumu həyata keçirilir və İran dövləti deyir ki, mənim bundan xəbərim yoxdur. Yəni bu daxildə idarəetmə sistemində bir koordinasiyanın itməsinə işarədirmi sizcə? bilirsiniz, mən sizə bir şey deyim. Bəli. Əslində bayaq mən o məsələyə toxundum. O barədə mənim məlumatım var. Yəni İranın Xarici İşlər Nazirinin müavini deyib ki, hətta müxbirə deyib ki, mən sizdən eşidirəm bu məsələni. Bəli, çox qəribədir, bəli, çox sizdən Bu nə deməkdir? Bu nə ölkədir? Əgər sən Xarici İşlər Nazirinin müavini olaraq bu məsələdən xəbərin yoxdur, deməli bu ölkədə ihtiyacını tanım. Bəli, hərci-mərcili idi. Bu məsələnin bir tərəfi. Amma Azərbaycanla bağlı məhz bu durum məsələsi mən hesab edirəm ki, məqsədyönlü şəkildə həyata keçirilmiş terror aktıdır. Bilirsiniz, bax, mən yenə yadınıza salıram, bayaq da qeyd elədim bunu. O bir neçə müddət bundan əvvəl ki, Tehranda Azərbaycan sədrliyinə qarşı terror aktı törədildi ha. Bəli. Və təsəvvür edin, o məsələnin istintaqını da bunlar nə qədər yubandırdılar, nə qədər bizim xəbərimiz yoxdur. Bəli, Amma sonra gördük boylarına aldılar ki, bəli, bizim vətəndaş bunu eləyib ki, onun istintaqını başladılar. Ondan sonra onun deməli cəzasını dedilər və ilaxır məsələ. Yəni onu da boyunlarına almaq istəmirlər. İndi çox şey deyə bilər. Nədir bu? Siz deyin, İranın Xarici İşlər Nazirinin müavini. Sonra da ərəbçi bizim Xarici İşlər Nazirinin zəng elədi bu gün. Bəli. Ki, bəs belə bir hadisə olubdur, biz bundan belə narahat olduq, araşdıracı. Görürsünüz, nazir bir şey deyir, o bir şey. Doğrudur. Nazir deyir, araşdıracı, amma müavin deyir, xəbərim yox. Amma o baskılardan sonra oldu Ziyafət müəllim. Azərbaycan dövlətinin mediasının və Prezident İlham Əliyevin baskısından sonra. Mən onu deyirəm. Mən deyirəm ki, bu baskı olmasa nə ictimaiyyəti Azərbaycanı müdafiə edir. Bilirsiniz ki, xeyli dövlətlər Azərbaycanı dəstəkləməklə bağlı bəyanatlar verdilər, telefon dəstəkləri və bizim Xarici İşlər Nazirinə, bizim möhtərəm prezidentə. Yəni, dünya ictimaiyyəti buna icana qalmadı və öz münasibətini bildirdi və İranın terrorcu mahiyyətini bir daha ortaya qoydu. Doğrudur, bəli. Bir neçə saatın ərzində həm deməli Fransa prezidenti, həm hörmətli Şahbaz Şərif, İraqlı Kabaxidze, Rəcəb Tayyib Ərdoğan və daha bir neçə adlarını sadaladığımız şəxslər şəxsən Prezident İlham Əliyevə zəng ediblər onunla bağlı. Artıq bu onu göstərir ki, beynəlxalq ictimaiyyət belə də İranın əleyhinədir və bəyanatlar verir. Hörmətli Ziyafət müəllim, bir daha təşəkkür edirik. Bizim Türkiyə mediası ilə birgə bu ortaq yayımımıza qoşuldunuz, önəmli açıqlamalar verdiniz. Sizə təşəkkür edirik. Sağ olun, mən sizə təşəkkür edirəm. Sağ olun Ziyafət müəllim, çox sağ olun. Sağ olun Ziyafət. Gecənin bu saatında Milli Məclisin sədr müavininin bu açıqlamaları çox önəmli idi və riyakarcasına edilən bu hücumla bağlı o da öz fikirlərini bildirdi. Dostlar, yayımı bəyənək. Çox önəmli məsələlərə toxundu və birmənalı şəkildə hücumun qəsdən, planlı şəkildə dünən, ötən gün Türkiyəyə, bugün isə İrana edilmiş bu hücumların qəsdən müharibənin arealını genişləndirmək və Azərbaycanı və ya Türkiyəni hadisəyə cəlb etmək məqsədini güddüyünü bildirdi. Hörmətli Ziyafət müəllim, bugün Azərbaycanda siyasi arenada Ziyafət Təskərov doğrudan da öz şərhləri və mülahizələri ilə, siyasi fikirləri ilə önəmli bir siyasətçi kimi yadda qalıb. Bir daha ona təşəkkürümüzü bildiririk ki, yayımıza qoşuldu və əziz dostlar, sizə bildirək ki, sabah biz Türkiyə dövlətinin rəhbərliyi səviyyəsində çalışacağıq ki, canlı yayımıza qoşulsunlar onlar. Əslində bugün reallaşması gözlənilirdi, amma təəssüflər olsun ki, başqa önəmli canlı yayımlar olduğuna görə bu saat